Allahın əmrlərinə qulaq asmadıqda, başqa ilahların əmrlərinə qulaq asmağa məcbur olarıq. Adəm və Həvva haqqında düşünün, Allahın əmrini unutduqda şeytanın əmrinə tabi oldular və sonda məhvə doğru getdilər. İstənilən dövrdə Allah bizə həmişə yaxşı nəticələr üçün xeyir olanı etməyi əmr edir. Halbuki şeytan öz əmrlərinə tabi olanları cəhənnəmdə yanan kükürt gölünə sürükləmək üçün əlindən gələni edir. Gəlin Danielin 7-ci fəsilinə müraciət edək. Gəlin Danielin 7-ci fəsilinin 25 ayəsinə nəzər salaq. Haqq Taalanın əleyhinə sözlər deyəcək və Haqq Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək. Burada gördüyümüz kimi Daniel peyğəmbər çox öncə peyğəmbərlik etmişdi ki, Allaha qarşı çıxan şəxs uca Allaha qarşı danışacaq və onun müqəddəs xalqına zülm edəcək, hətta müəyyən edilmiş vaxtları və qanunları dəyişməyə çalışacaq. Belə insanların peyda olacağı peyğəmbərlik edildiyi kimi, qaranlıq dövrlərdə bütün həqiqətlərə nə baş vermişdi? Müqəddəs kitabda peyğəmbərlik edildiyi kimi, həqiqət dəyişdirilib və ləğv edilib. Bugün kilsəyə gələnlərin hamısı xilas olmaq istəyir. Lakin həvarilər Peter, Yəhyə və Yaqub kimi İsa'nın əmrlərinə tabi olmaq əvəzinə, hamısı Allaha qarşı çıxanın əmrlərini yerinə yetirir və tabi olurlar. Allahın sözü olmayan bazar günü ibadəti və Allahın heç vaxt əmr etmədiyi milad belə meydana çıxdı. İsa bunun baş verəcəyini bilirdi və bu sözü həvari Yəhyə vasitəsilə bizə qoyub getdi. Əgər kimsə müqəddəs kitabın peyğəmbərlik sözlərinə bir şey əlavə etsə, ona nə olacaq? Allah o şəxsin üzərinə bəlalar gətirər. Əgər kimsə sözləri çıxarsa, Allah o şəxsdən əbədi səmavi padşahlıqdan hər hansı bir payı alacaq. Bu sözü bizə verdiyi halda dünya onu bilmir. Onlar şeytanın əmrlərinə uyğun davranmağa davam edirlər. Beləliklə, mənasız işlərdən yorulacaq və nəticədə ölüm onların yeganə nəticəsi olacaq. İnanıram ki, nə olursa olsun, siz və mən yalnız Allahın əmrlərinə və sözlərinə tabi olan insanlar olmalıyıq.